Həmçinin sual verildi ki, dinimizdə beh deyilən bir şey varmı? Yəni ticarət edərkən beh vermək və onun hökmü necə olur? Və tərəflər arasında razılıq olur ki, alıcı tərəfdən pozulursa beh batır və satıcı tərəfdən pozulursa 2 qat verilməlidir. Deməli, ilk öncə, yəni beh barəsində alimlər arasında ixtilaf var, amma inşallah ki, icazəlidir. Bəzi alimlər icazəli görmürlər, bəzi alimlər də icazəli görürlər. Yəni beh budur ki, yəni bir ticarətdə, yəni sanki alacağın malın ticarətini dəqiqləşdirmək üçün, yəni əvvəldən pul verirsən. Əvvəldən pul verirsən, deyirəm ki, məsəl üçün bu maşını mən alıram. Maşının qiyməti 15 mindir, 1000 manat pul verirəm əvvəlcədən. Buna arbun deyilir ərəb dilində, şəriətdə. Və dilimizdə də, bizim dilimizdə də buna beh deyilir. Beh. Və bu behin verilməsi inşallah ki, icazəlidir. Hökmü icazəlidir. Və tərəflər arasında razılıq olur ki, alıcı tərəfdən pozulursa. Deməli, əgər alıcı kimsə tərəfindən yəni həmin ticarət pozulursa, yəni məsəl üçün deyək ki, maşını alan kimsə deyir ki, qardaş, maşını alası olmadım, fikrimdən daşındım və yaxud da ki, başqa maşına baxmışam. Yəni bu cür şeylər, yəni bu halda şəriətdə belədir ki, həmin beh batır. Şəriətdə belədir ki, həmin beh batır. Aydındır. Əgər maşını satan kimsə, o behi götürən kimsə, əgər yəni ona mərhəmət edərsə, ona rəhmət edərsə, ola bilər ki, kasıbdır, ola bilər ki, indi tələsib pul verib, yəni pulu qaytararsa, yəni onun üçün daha gözəl olar, daha yaxşı olar. Yəni belə şəriətdə, yəni həmin arbunu beh geri qaytarılmır. Əgər qaytararsa, bu onun əxlaqından, onun ədəbindən olar və Allah ona daha da xeyirli yerdən nəsib edər. Və bu alıcı tərəfdəndir. Və bir də var satıcı tərəfdən pozulması. Satan kimsə deyir ki, qardaş, mən satası olmadım. Və bir də onu deyim ki, əgər alıcı tərəfdən həmin ticarət pozularsa, o behdən əlavə pul götürmək olmaz. Behdən əlavə pul götürmək olmaz. Yəni deyirsən ki, sən mənim müştərilərimi qaçırdın, sən mənə belə elədin. Yəni ondan əlavə pul götürmək olmaz. O beh nədirsə, uzaqbaşı onu götürür, vəsiyo. Ondan əlavə pul götürmək olmaz. O beh batır, vəsiyo. Ondan əlavə pul götürmək olmaz. İndi ola bilər ki, məsəl üçün hər hansısa bir hal olsun, insana ziyan dəysin. Ola bilər ki, deyək ki, mən torpaq yeri icarə götürmüşəm, deyək. Torpaq yeri götürmüşəm, icarə yox, yəni alıram torpaq yeridir. Və bu torpağı fikrim var ki, sezonda bura əkin eləyim və mən buradan qazanc əldə eləyim. Və torpaq sahibinə 1000 manat pul vermişəm, torpağın pulu da 20.000 manatdır misal olaraq. Və 1000 manat əvvəlcədən pul vermişəm və sezon bitib və gəlib mən deyirəm ki, qardaş, mən bu torpağı alası olmadım. Halbuki, yəni mən o torpağı almasaydım, ona beh verməsəydim, o torpaq sahibi həmin sezonda o torpaqdan istifadə eləyə bilərdi. Aydındır. Artıq burada, yəni satan torpağı satan kimsəyə zərər var. Aydındır. Onda bu zərəri qarşılamaq lazım. Yəni və yaxud da ki, heç olmasa yarısını, yəni bunu artıq qaziliklə, müftiliklə və yaxud da ki, elm əhli arasında belə məsələləri mübahisə etmək lazım və həllini tapmaq lazım. Və bir də var ki, məsəl üçün, behin satıcı tərəfindən pozulması. Yəni, behi götürən kimsə, maşının sahibi, satılan malın sahibi deyir ki, qardaş, satası olmadım, fikrimdən daşındım və yaxud da ki, başqa bir şeylər. Yəni, bu halda, yəni, satan kimsə vacibdir ki, behi geri qaytarsın. O götürdüyü 1000 manatı alıcıya geri qaytarsın. Aydındır, alıcıya geri qaytarsın. Və o pul tamamlığı ilə, tamamən, yəni alıcıya geri qaytarılmalıdır.
İndi burada əgər, yəni satıcı tərəfindən, yəni belə bir şərt qoyulur ki, alıcı və satıcı arasında şərt qoyulur ki, yəni satıcı tərəfdən ticarət pozularsa, bunda 2 qatı verilməlidir. Satıcı tərəfdən ticarət pozularsa, bu zaman 2 qatı verilməlidir. Deməli, burada da həmçinin yəni alimlərdən iki görüş var. Bəzi alimlər bunu icazəli görmürlər. Belə deməyi icazəli görmürlər. Bu insanların malını batil yolla yeməkdir. Deyirlər ki, bu insanların malını batil yolla yeməkdir. Yəni bu icazəli deyil. Aydındır. Və bəzi alimlər də deyirlər ki, yəni müsəlmanlar şərtləri üzərindədir. Yəni onlar şərt qoyublarsa əvvəlcədən ticarətdə, yəni ona əməl etməlidirlər. Xülas olaraq bu iki görüşdən deyərdim ki, yəni birinci görüş daha haqqa yaxındır. Çünki yəni insan malı olmadığı şeyi əldə etməyə çalışmasın. Yenə əlbəttə burada insana dəyən zərər nəzərə alınmalıdır. Amma əgər bir ölkənin qanunlarında, yenə burada məsəl üçün ölkənin qanunlarına qayıtmaq olar. Aydındır? Nə üçün? Çünki yəni sən ondan əlavə pul götürsən, sonra səni şikayət eləyər lazımi orqanlara və bu zaman artıq sənə daha da çox, daha da əlavə pulun çıxmasına səbəb olar. Və ona görə buna da nəzər yetirmək lazım ki, şərt qoymadan öncə ki, sənin yaşadığın ölkədə bu cür şərtin qoyulması icazəlidirmi? Aydındır? Əgər icazəli deyilsə, bu zaman bu şərti qoymursan. Əgər icazəli deyilsə, bu zaman bu şərti qoymursan. Və əgər icazəlidirsə, bu şərti qoya bilərsən. Ola bilər ki, məsəl üçün şəriət ölkəsidir. Şəriət tətbiq olunan bir ölkədir. Qazilik var, müftilik var. Sənin işinə şəriət tərəfdən baxılacaq. Bu zaman bu şərti qoya bilərsən. Artıq sən qazinin önündə olduğun zaman, yəni ona rahatlıqla deyə biləcəksən ki, yəni biz aramızda şərt qoymuşduq və satıcı şərtini pozduğuna görə 2 qat qaytarmalıdır mənə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də hədisdə buyurur ki, müsəlmanlar şərtləri üzərindədir. Yəni, müsəlmanlara qoyduqları şərtlərə əməl eləməsi vacibdir. Aydındır. Yəni, artıq sən şəriət olan ölkədə yəni bunu asanlıqla deyə bilirsən. Amma başqa bir yerdə bu biraz çətin olur. Ona görə buna da diqqət eləmək lazım. Və yenə də bu iki yəni iki görüşdən satıcı tərəfdən ticarətin pozulmasında yəni behin 2 qat qaytarılması barəsində deyərdim ki, yəni icazəli görməyən alimlərin görüşü daha haqqa yaxındır və sadəcə orada yəni behin özü olduğu kimi qaytarılır. Behin özü olduğu kimi qaytarılır və həmçinin də ki, yəni əgər hər hansısa bir ziyan dəymə varsa, o da nəzərə alınmalıdır. Allah daha doğrusunu bilir.